Yenə coşqun, yenə dalğalı olan dənizin daha bir gənc oğlan canını aldığı deyilir. Bəli, bura paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsi Daçik deyilən yerdir, ərazidir. 26 yaşlı Nizam Kazımovun 5 dostu ilə birlikdə bu dəniz sahilinə gəldiyi, yeyib içdiyi, dincəldiyi və dənizə daxil olduğu və sonradan ondan hər hansı bir xəbərin olmadığı bildirilir. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri, texnikalar cəlb olunub və hər hansı bir məlumat hələ ki yoxdur. Əmi oğludur vatan. Kimlə yaşayırdı? Atasının, anası rəhmətə gedibdir. Evin tək övladı idi. Yox, 2 qardaşdılar. Bir sabına qabaq xəbərli deyiblər. Yəni bura tez-tez gəlirdi bu çimərliyə. Bilmirəm, valla məlumatım yoxdur. Subay idi, evli idi. Subaydı, subay. Universitet tələbəsi, tarifdə işləyirdi. İki qardaş idilər, bu ikisi idi. Deyir, batıb uşaqlarla başqa bir xəbərimiz yox. Fövqəladə gəlbində axtaracaq, baxacaq, görək nə olur. Onun bura daimi gəldiyi ərazidə, yoxsa ilk dəfə gəlirdi? İnan Allah, heç bilmirəm. Bir-iki saatından qabaq eşitmişəm, vəssalam. Başqa bir məlumatım yox. Fövqəladə Hallar Nazirliyi və digər qurumlar dəfələrlə vətəndaşlara deyilir ki, qeyri-çimərlik ərazilərinə gəlməyin, çimməyin. Çünki bu ərazilərdə çimmək təhlükəlidir. Buralar qayalıq, daşlıq ərazilərdir. Çimmək üçün məsləhət deyil, münasib deyil, amma vətəndaşlar gəlirlər, çimirlər. Hava biraz küləklidir, dəniz dalğalıdır, yenə də həmin ərazidə çimirlər, həyatlarını təhlükəyə atırlar. Bir məqamı qeyd edim ki, hazırda olduğumuz ərazi, Daçik deyilən ərazi çox qapalı bir yerdir. Hər iki tərəfdən bağlıdır. Hətta bura daxil olmaq üçün bir qapı var və qapının da kodu var. 4 düyməni sıxıb içəri daxil olursan. Yəni, bura çimməyə gələndə bir məqamı düşünmək lazımdır ki, əgər sizin burada boğulma ehtimalınız olarsa, sizin köməyinizə kimsə gəlməyəcək. Əgər gəlsə belə çox gec olacaq. Çünki bura qeyri-çimərlik ərazisidir və qapalı ərazidir.